Herkes salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu kanalda Kripto Azərbaycan tarixində baxın, bu göstərəcəyim sizə video, bu videoda danışacaqlarımı heç kim sizə, heç bir YouTube kanalı və ya heç bir xarici kanal bunu sizlərə bu şəkildə başa salmayacaq. Ona görə kriptonu, kriptovalyutanı və ya kriptovalyuta işinə başlamısınızsa, bu işi %100 dərk etmək istəyirsinizsə, açın qulaqlarınızı və diqqətli şəkildə bu videonu izləyin. Videoya keçid etməzdən öncə də sizlərdən bir xahişim, videonu bəyənməyi unutmayın dostlarım. İndi isə sıfırdan, baxın, sıfırdan bazarda nələr olur? Bu çöküşlərin səbəbi nədir? Və bu çöküşlər nə zamana qədər davam edəcək? Bir sözlə, bunların hamısının sualların cavablarını tam şəffaf şəkildə sizlərə açıqlayacağam. Sıfırdan hər şeyə başlayalım. Son 40 gündə ümumilikdə kripto bazarının hardasa market cap'ində 550 milyard dollara qədər pulun buxar olduğunu görürük. Bəli, 550 milyard dollara qədər pul bu bazarda artıq nə qədər buxar olunub gedib. 550 milyard dollar puldan gedir dostlarım söhbət. Bugün təəssüf ki, altcoinlərin qiymətlərini görürsüz, ciddi şəkildə çoxu düşüşlər yaşayıb və bizim gözlədiyimiz əlbəttə ki, altcoin sezonu bu deyil. Bu düşüşlərin səbəbi nədir? Və ya bu 550 milyard dollar kripto cəmiyyətinə aid olan pullardır. Yəni bir sözlə sənin, mənim və bizlərin pulları, 100 milyonlarla insanların yatırdıqları pullardır. Düşünün ki, bir nəfər 10 bin dollar yatırım edib, hal-hazırda 70%'lıq bir ziyandadır. Bunu hal-hazırda özümdən götürürəm. Məsəl üçün 10 bin dollar yatırım etmişəm və ümumi yatırdığım 10 coin 70%'lıq bir ziyandadır. Yəni ki, 10 bin dollarımdan geriyə nə qədər? 3 min dollar pul qalıb. İndi isə gəlin bunu daha yaxşı dərk edəyim. Baxın dostlarım, mən bu kriptovalyutaların inkişafına niyə inanıram? Baxın, bunların hamısını İnşallah ki, gözəl bir şəkildə açıqlayacağam. İlk öncə bundan öncə nə demişdik? Bizlər bu masaya milyarderlərlə oturmuşuq. Yəni ki, bizlər bu bazara yön verə bilmərik. Başa düşürsünüz dostlarım? Yəni bizlərin o qədər büdcəsi yoxdur. Çox az miqdarlarda böyük balinalara baxanda çox xırda məbləğlərdə bizlərin yatırımları var. Eynən bunu bu şəkildə başa düşəyin. Düşünün ki, 1000 nəfər birləşib ENA valyutasını satın alırıq. Deyək ki, nə qədər? 1000 nəfər birləşdik, 1 milyon dollar dəyərində ENA valyutasını satın aldıq. Və bir balina, biz 1000 nəfərə qarşı bir oyun qurur. Burada nə edir? 3 milyon dollarlıq satış verdikdə avtomatik biz ciddi şəkildə ziyana getmiş oluruq. Və bu 1000 nəfərdən, təəssüf ki, 1000 nəfərdən bəzilərimizin başı tamamən fərqli işləyir. Məsəl üçün, mən deyək ki, Bitcoin'i 100 min dollarda satın alıram, sən deyək ki, Bitcoin'i 95 min dollarda satın alırsan, yəni ki, bu bazarda 7/24 hər kəs hansı valyutanı harda satın alacağını heç kim bilə bilməz. Başa düşdünüz dostlarım? Ona görə bu günlərin 1000 nəfərdən bir balina 500-dən 300-dən qazanc götürəndə ona o kifayət edir. Və ya düşünün ki, 100 milyon insan bir kriptovalyutanı satın alır və buna qarşı da 3 nəfər, 4 nəfər balina birləşərək o kriptovalyutanı satanda əlindəki, çünki o balinalar dib qiymətdən müxtəlif cüzdanlarda, müxtəlif birjalarda həmin sizin yatırım etdiyiniz və ya bir xəbərdənmi, belə deyim də, hardansa görüb eşitdiyiniz valyutanı
ciddi şəkildə xayıb gəlib satın aldığınızda görürsünüz ki, məsəl üçün son valyutası uçur. Gedib o valyutanı aldığınızda müəyyən bir yerdən sonra nə olur? O valyuta dibə vurur. Çünki ən təpə nöqtəsini gördükdə sizdən öncə orada gördüyünüz ən böyük qırılma şamları olur. Baxın, eynən bu şəkildə sizə bunu göstərəcəm. Məsələn, burada 2021-ə qaydaq, bax gördüyünüz kimi. Bitcoin nə qədər? 63.000 dollara yüksəlir və 63.000 dollardan hara qədər? 29.000 dollara qədər düşür. Bəli, səhv görmürsünüz qrafiki. 64.788 dollardan hara qədər düşür? 29.025 dollara kimi. Yəni ki, burada nəyi başa düşmüş olduq dostlarım? Bir sözlə. Biz burada oyuncuyuq və masaya milyarderlərlə oturmuşuqsa, bu günlərim onların oyunlarının qaydalarına görə bu oyunları oynamalıyıq. Hal-hazırda kripto bazarında ön sırada olan bir çox valyutanı görürük. Məsəl üçün Valfi Trumpa aiddir. Məsəl üçün USD1 Trumpa aiddir və ya Trump Official Trump. Bu da Trump'ın özünə aiddir. Hətta Melania valyutası, o da Trump'ın həyat yoldaşına aiddir. Və adlarını saymadığımız bir çox valyutanda bu günlərim nədir? Amerikanın prezidenti dəstəkləyir. Gəlin buna da bu şəkildə baxaq. Yəni ki, Trump prezidentliyə 2025-dən, yəni 2024-ün sonlarında gəlmədən öncə kriptovalyutanı tam şəkildə dəstəklədiyini dedi. Və kriptovalyutaya prezident olduqdan sonra konkret olaraq yüklü yatırımlar edəcəyini dedi. Və bazarda da Trump'ın Valfi, USD1, Trump Official kimi bir çox valyutalarını görürük. Ön sıralarda olan və bugünün özündə də Trump kriptovalyutalardan çox yaxşı danışır. Ancaq oyun belə deyil dostlarım. Oyunları daha yaxşı anlamağımız üçün daha əvvəllərə qayıtmalıyıq. Bugün sizi qrafiklə bu əvvəllərə qaytarmayacağım. Bu xəbəri görürsünüz. Baxın, Forbes.com-a aid olan bir xəbərdir. 2020-ci ildə mən kriptovalyutaya 2018-də başlamışam. Və 2020-ci ildə mənim hər gün Trump'dan eşitdiyim sözlər bu idi. Bitcoin havaya, yəni ki, bir havadır, bir balondur və buna yatırım etmək məntiqsizlikdir, axmaqlıqdır kimi bir çox sözləri öz Twitter'ında paylaşırdı. Baxın, 2020-ci ildə, yəni bu Trump bunu edirdi. 2020-dən söhbət gedir. Və hal-hazırda sizə bu videonu çəkdiyim platform, yəni ki, adı YouTube olan, yəni düşünün ki, 2020-ci ildə kriptovalyutalardan biz danışanda, baxın, mənim eynən Bitcoin Azərbaycan kanalımda bu şəkildə silinmişdi. Biz 2020-ci ildə kriptodan danışanda götürüb insanların kriptovalyuta kanallarını heç bir, necə deyim sizə, qayda pozuntusu olmadan YouTube kripto kanallarını silirdi. Eynən bu günlərin tarixə də baxa bilərsiniz. Çünki 2020-ci ildə mənim də Bitcoin Azərbaycan kanalım 15.000-dən çox abunəsi var idi. Heç bir səbəb olmadan YouTube tərəfindən silinmişdi. Gəlin 2020-yə təkrar qaydağın. Gördüyünüz kimi Çində bu arada 2021-dir. Çin konkret olaraq kriptovalyutalara qanunsuz deyirdi və kriptovalyutaları öz ölkəsində qadağan edirdi. Baxın, Trump Bitcoin ilə əlaqəli və digər valyutalarla əlaqəli bir balon deyirdi, bir hava deyirdi və bir boşa yatırım deyirdi. Həmçinin YouTube 2020-ci ildə kriptovalyuta kanallarını silirdi. Ekstradan Çin kriptovalyutaları, ölkəsində kriptovalyuta ilə məşğul olan insanları konkret olaraq qanunsuz olduğunu və bununla əlaqəli bir çoxunda tuturdular.
5 il, 10 il, yəni bu şəkildə. Yaxşı, indi nə dəyişdi ki, Trump'ın ön sırada olan kriptovalyutaları var. Yəni düşünün, bir zamanlar kriptovalyutalar havadır deyən bir adam bu günlərim ən ön sırada olan bütün valyutaların %70'ini Trump dəstəkləyir və özünün də 3 böyük kriptovalyutası var. Həmçinin YouTube bu gün kriptovalyuta kanallarını silmir. Həmçinin Çin bu günlərim kripto ilə əlaqəli daha çox birjalar və daha çox kriptovalyuta şirkətləri yaratmağa başlayıb. Yaxşı, nə dəyişdi? 2020-dən 2025-ə nə dəyişdi ki, bu adamlar nə etdilər dostlarım? Fikirlərini konkret olaraq kriptovalyutaya yönəltdilər. Bu bazarda, kriptovalyuta bazarında 3 milyard dollardan çox, 3 trilyon dollardan çox bir market cap görürük. Yəni ki, kriptovalyuta bazarı artıq o qədər güclüdür ki, trilyonlarla dollar var içində və insanların bir sözlə qabaqki kimi ümidlərini, həvəslərini qıra bilmirlər. Baxın, gəlin 2020-dəki xəbərləri bir daha dərk edəyin. YouTube kriptoların yayılmasına qarşı konkret olaraq necə deyim, tədbirlər görürdü. Bitcoin, Trump Bitcoinin və digər valyutaların bir hava olduğunu deyirdi. Bunların hamısını 2020-də deyirdilər. Və nə oldu dostlarım? 2021-də qrafiki açıb baxdığımızda Bitcoin 3000-4000 dollar civarlarından 70.000 dollara qədər yüksəliş əldə etdi. 70.000 dollara qədər. Baxın, burada oyunu dediyim kimi milyarderlər qurub. Bizlər isə bu oyuna konkret olaraq onların oyununa uyğun oyunlar oynamalıyıq ki, çünki pul onların əlindədir. Əlbəttə ki, bizlər bunların oyuncaqlarıyıq. Necə? Yəni bunlar bazara yön verən insanlardır. Bunlar bugün Elon Musk bazara yön verən insandır. Bugün Binance'ın CEO'su, bunlar reallıqdır, bunlar bazara yön verən insanlardır. Bunlar istəsə bu dəqiqə Bitcoin'in böyük hissələri bunların əllərindədir, insanların əllərində deyil. Bunlar istəsə bir də bu dəqiqə düşünün ki, Bitcoin'i 50.000, düşünün ki, Bitcoin'i çıxdığı yerə qədər qaytarırlar. Bəli. Bitcoin'i bu günlərim çıxdığı yerə qədər qaytarmaq gücləri belə var. Dedim axı sizə, oynadığınız adamlar milyarderlərdir. Bizlər bu masaya əgər oturmuşuqsa, bunların oyununa qarşı oyun oynamalı deyilik. Bunların oyunuyla ayaqlaşmalıyıq. Bunu ilk öncə hamımız dərk etməliyik. Gördüyünüz kimi, Trump kriptovalyutalara 2020-ci ildə qarşı idi. Çin kriptonu qanunsuz olaraq görmüşdü və ölkəsində qadağan edirdi. Və YouTube o zamanların ən populyar sosial mediası YouTube idi. Yəni insanların ən çox aktiv olduğu yer YouTube idi. İndi TikTok, Instagram və s. kimi yerlər var, amma zamanında 2020-2021-də YouTube çox böyük bir rol oynayırdı. Və YouTube'da kriptovalyutanın yayılmasını əngəlləyirdi. Ancaq düşünün, 2020-ci ildə insanları kriptodan soyutdular və ardıca nə oldu? Bazara bir boğa gəldi. O inanılmaz yüksəlişləri yaşadıq. Eynən kripto bazarı dalğalanmağa başladı və ucalmağa başladı. Vallahi billahi deyirəm, həyatımda görmədiyim miqdarları 2021-ci ildə gördüm. Mən bəxtəbəxt qazanclar əldə etdim. Başa düşürsünüz uşaqlar? Mən bu oyunların heç birini anlamırdım. Bugün sizə kriptovalyutadan dərs deyirəm, amma 2020-ci ildə mənim özümə dərs deyən lazım idi. Heç nəyi çox da anlamırdım. Oyunları çox da tuta bilmirdim. İndi düşünün ki, bazarı hər gün dalğalandırırlar. Bazarı hər gün dibə vururlar. Bunların səbəbi nədir? Artıq çünki YouTube kriptonu qadağan edə bilmir. Artıq Çin kriptonu qadağan edə bilmir, çünki yetərincə kriptovalyuta yayılıb.
Bu günlərim XRP banklara qarşıdır. Bu gün digər valyutalar çöldə, məsəl üçün, insanların görəcəyi işlərdən daha keyfiyyətli işlər görürlər. Bir sözlə, bir çox dövlətlər, hətta Trump belə tüpürdüyünü yalayıb və 2025-dən bəri keçib kriptonun arxasına. Əlbəttə ki, bunlar milyarderdir və bunlar oyunları quran adamlardır. Bunlar üçün maraqlı deyil Azər, bunlar üçün maraqlı deyil sənin kriptoya yatırdığın 5 dollar, 10 dollar, 10 min dollar. Bunlar sadəcə və sadəcə oyunlarını oynayır, sən isə o oyunları onların qaydası ilə oynamalısan. Hal-hazırda bazarda dalğalanma olduqda bir valyutanı 100 dollarda alıb 20 dollarda axmaqlıq edib satmırsan. Qorxub qaçmırsan. Gördüyün hal-hazırda nədir? Sənə bayaqdan göstərdiyim, səninlə bayaqdan danışdığım bazarda qorxu hissini yaratmaq, manipulyasiya hissini yaratmaq və insanlar əllərindəki kriptovalyutaları tərk etməliydilər. Və insanlar əllərindəki kriptovalyutanı satmalıdılar ki, bazarı qaldırsınlar. Yenə də deyirəm, 1000 nəfərin başı bir nəfərin başı kimi işləyə bilməz. Burada hər kəs özünə cavabdehdir. Bu bazarda kriptovalyutanı, məsəl üçün Bitcoin'i 90 bin dollarda alan adam da özünü ağıllı hesab edir. 90 bin dollarda Bitcoin'i satan adam da özünü ağıllı hesab edir. Yəni hal-hazırda gördüyümüz nədir? Bazarda bizə qarşı böyük oyunlar gedir. Bəli, bizə qarşı böyük oyunlar gedir və bizim də edəcəyimiz şey bu oyunları səbirlə izləmək, səbirsizlik etməmək. Konkret olaraq səbirlə daxil olun bura. Burada səbirli olun. Burada qazanmaqdan çox itirmək var. Ancaq sən bir şeyi dərk et ki, sən bu bazara itirmək üçün girməmsən. Sən bu bazardan qazanmaq üçün girmisən. Və sənin kimi düşünən milyonlarla insan var. Ancaq onlar ani bir dalğalanmada əllərindəki kriptovalyutanı 50%, 70% ziyanlarla satır gedir. Çünki niyə kütbaşlar bunu anlamır ki, kriptovalyutada olunan manipulyasiyaları anlamırlar. Eynən bax, 3 dənə xəbər arda-arda göstərirəm sənə və bunun kimi yüzlərlə xəbər göstərə bilərəm. Bunlar ancaq ikili oyunlar oynayır. Bunlar bir tərəfdən sat deyir, bir tərəfdən al deyir. Oyun sənin üçün isə harda bilirsən başlayır? Kriptovalyutanı aldığın yerdə. Kriptovalyutanı aldığın yerdə səbirlə gözləməyi bacar. Bax, XRP deyirsiniz, Ethereum deyirsiniz, Tron deyirsiniz, Dogecoin deyirsiniz. Bunlar zamanında bu gördüyünüz valyutalar insanları milyonçu edib. İndi isə qarşımızda görəcəyimiz ən güclü boğalardan biri var. Çünki niyə artıq bunu bütün ölkələr də dərk edirlər ki, bu qədər bazardan pul çəkməklərinə baxmayaraq, bu qədər bazarı dibə vurmaqlarına baxmayaraq, milyonlarla ağıllı yatırımçı, söhbət ağıllı yatırımçılardan gedir, söhbət qorxaqlardan getmir. Qorxaqlar olacaqmı? Daima. Əlbəttə olacaq. Burada futuresin aludəçiləri olacaqmı? Əlbəttə ki, olacaq bunlar. Yəni buradan qazanacaqlar, aparıb futuresi itirəcəklər. Yenə də bazardan qazandıqları pulları təkrardan bazara ödəyəcəklər. Onlar nəfsləri ilə bacara bilməyən insanlardır. Sən isə bunlardan daha fərqli olmalısan. Unutma ki, milyarderlərlə masaya oturmusan və bu həyata bir dəfə gəlmisənsə, tək seçimin nədir? Kriptovalyutadır. Qazanma seçimin nədir? Kriptovalyutadır. Çön arxava bir bax. Mənim 29 yaşım var, artıq 30 olacaq. Və ya sənin 35-40 yaşın var. Çön sadəcə və sadəcə arxava bax, bu 20 ildə nə edə bilmirsən, heç nə edə bilməmsən. Söhbət bu günlərim evdən, eşikdən, nədənsə getmir. İstədiyin kimi yaşaya bilirsən, yox. Ancaq qarşımızda bax, bu sözlər özümə də aiddir. Qarşımızda bu tərs bir güc və qüvvə var. Manipulyasiyaların sizin əlinizdən aldadıb kriptovalyutaları almağına icazə verməyin. Unutmayın ki, kriptovalyuta qlobal bir güc deməkdir və qlobala bağlı olan bir şey deməkdir.
Yəni bu bazar xəbərlərə dayalıdır. Bu gün eynən Trump çıxıb desin ki, kriptovalyutaları artıq satın, axmaqlar götürüb satacaq Trumpın sözü ilə. Çünki onlar Trumpın sözü ilə yatırım edənlər idi. Bax gəlin 2020-yə baxağın. 2020-də də Trump bu sözü deyir ki, kriptovalyutaları satın. 2021-də amma dünyanın ən böyük boğasını yaşadıq. Düşünün ki, 3000-dən Bitcoin 70.000 dollara qədər qalxdı. Burada tək Bitcoin-i deyirəm. Solana 1 dollardan 270 dollara yüksəldi. Dogecoin 1200 qata qədər qazanc verdi. Həmçinin Zcash olsun, Litecoin olsun, Monero'su olsun, adlarını saymadığım Polkadot olsun, köhnə valyutalardan gedir söhbət. İnsanlara milyonlarla dollar qazandırdılar. Bax bu günlərim gördüyünüz Trump 2020-ci ildə bunu deyirdi sizə. İndi isə bu adamlar oyunları qurublar. Başa düşdünüz, kripto bazarında gördüyünüz kimi trilyonlarla, baxın dostlarım, bura diqqətlə baxın. Bu bazarda trilyonlarla dollar pul var. Əlbəttə ki, sizlərə bunu səbirsizlərə daha doğrusu yem-yeri edib qazandırmazlar. Yəni bir çoxunuzun başına gəlib də, düzdürmü? Məsəl üçün hansısa bir valyutanı, məsələn, deyək ki, Zcash-ı ya Stellar, eynən gəlin, heç bunlara ehtiyac yox deyə deməyə, MX-i deyək. Biz valyutanı satdıqdan sonra o valyuta uçur gedir. Və ya biz Zcash-ı satdıqdan sonra o valyuta uçur gedir. Başa düşürsünüz, arxalı proyektləri, bu günlərin proyekt olaraq əlinizdə saxladığınız proyektləri bu qədər asan tərk etməyin. Bu bazara girmisinizsə, bu zibil qaydasına görə oynamağı bacarmalısınız. Ay o düşdü, Enso valyutası dibə vurur. Qardaş, əlində əgər varsa yenə də ged al. Qorxma, qorxularının üzərinə ged. Onlar bir proyektdir. Zamanında Bitcoin-də bax ən axırıncı dəfəni deyirəm sizə. 68.000-dən, yəni 70.000 dollar civarından zamanında Bitcoin-də 15.000 dollara düşdü və təkrardan 124.000 dollara yüksəldi. Açın gözünüzü, baxın. Yeni dünya artıq kripto valyutadır. Yeni dünya artıq budur dostlarım. Yəni ki, hal-hazırda etdiklərini sizlərə deyirəm. Bax, son olaraq ən sonuncu sözümü sizlərə deyirəm. Bütün hər kəsin inancını bu dəqiqə bu bazar qırmaq istəyir. Və qırmaq istəyir ki, bütün hər kəs əlindəki kriptovalyutaları satsın. Yəni müəyyən, belə deyim, insanlar qalsın. İndi deyək ki, kriptoda hal-hazırda 500 milyon insan var. 300-400 milyonu qorxub satsın və bunlar da başlasınlar nə etməyə? Təkrardan bazarı yüksəltməyə. Hər zaman oyun bu qaydada olacaq. Bu oyun dəyişməyəcək. Bu oyunu dəyişdirməyəcəklər. Bu oyunu manipulyasiya edənlərin elə başında gəlir Trump, başında gəlir Çin və ya Elon Musk və ya adlarını saymadığım CZ falan, hamısı bu oyunun içindədir. Çünki onlar illərdir, baxın keçmişə baxın, onlar illərdir bu oyunu bu qaydada idarə edir. Bu bazardasınızsa əgər səbrin nə qədər önəmli bir şey olduğunu anlayın. Yoxsa yem-yeri olub gedəcəksiniz. Qurtuluşunuz isə nədir? Qısaca kriptovalyutadır. Və hər bir kriptovalyutanın çöküşü, dostlarım, normaldır. Hər bir valyutanın, hər bir kriptovalyutanın düşüşü normaldır. Bunu normal qəbul edin. Sizlər çox yenisiniz. Sizlər hələ də kriptovalyutanın nə olduğunu anlamırsınız. Unutmayın ki, bunu burada alan adam, yenə də deyirəm, hər kəsin baxın, başı fərqli işləyir. Bax, bu kriptovalyutanı burada satın alan adam, görürsənmi? Bunu gətirib o burada satacaq, çünki bunun zəmanətini sən verə bilməzsən və ya mən verə bilmərəm ki, insanlar bunu burada satmayacaq və ya böyük balinalar bunu burada alıb burada satmayacaq. Bunu bizlər deyə bilmərik. Bunu baxdığımız qrafiklə də deyə bilmərik. Çünki heç biriniz bu günlərim deyə bilməzsiniz ki, 5 dəqiqədən sonra Elon Musk kriptovalyutaya və ya Dogecoin'ə 100 milyard dollar pul qoyacaq. Bunu heç biriniz deyə bilməzsiniz. İçi mən qarışıq. Ancaq səbirli olsaq bütün oyunları
öz gözümüzlə görərik və bu oyunların içərisində olarıq. Sonda isə qazanan biz olarıq. Bu bazardan bu şəkildə ayrılarıq. Yəni ki, bir sözlə, bu kriptovalyuta bazarı hər kəsə əlini açmayıb ki, gəl mənə $1000 pul qoy, 2 gündən sonra $5000 qazanacaqsan. Sən bu bazara girəndə hər şeyi dərk etməlisən. Bu manipulyasiyaları dərk etməlisən. Bu bazarın bir xəbərdən asılı olduğunu anlamalısan. Və bundan sonra bu bazara giriş etməlisən. Sonda isə əgər bu videonu sona qədər izlədinizsə, sizlərdən həqiqi mənada halallıq istəyirəm. Buna görə halallıq istəyirəm ki, dostlarım, yəni videonu indi baxıram 25 dəqiqənin üzərində çəkmişəm. Onsuz da sona qədər videoya baxanlar öz halallıqlarını verəcəklər. Çox sağ olun, var olun.